geldiniz. Hoş gördük sizi. Gün ortanız her bir vaxtı xeyirli olsun inşallah. Bugünkü yemeğimiz ciyardır. Kuzu ciyarı. Ciyarı doğramışam, xırda-xırda. Yumuşam, tökmüşam qazana. Qazanda qaynayır. Bir dənə soğanı ortadan bölmüşəm. Atmışam ki ciyarın içində tamı çıxsın. Sonra kartof soymuşam. Kartof, soğan soymuşam. Bunu xırda-xırda qızardacağım. Qıraqda tökəcəm qazanın içine. Bunu suyu çəkiləndən sonra yağa düşəcək. Ciyər yağlıdır. Yağa düşdüyü üçün də mən ciyara yağ vurmayacağım. Öz yağımda qızardacağım. Soğanı içine vuracağım. Sonra kartofu qıraqda qızardım. İçine atacağım ki ikisi bir yerdə biraz qaynayandan sonra götürəcəm. Cızbızı biz belə pişiririk. Ümumiyyətlə cızbız pişirmirik də. Yəni cızbız deyilmir. Bizdə ciyər qovurması deyilir. Bu da kuzu ciyarıdır. Bura doğramışam ürəkdir, ağciyardır, qaraciyardır və bağırsaqdır. Bağırsağı mən çox doğramıram içine. Bir də özünün yağıdır. Bax, görürsünüz bu vəziyyətdir. Qaynayır. Suyu çəkiləndən sonra o vuracım soğanını. Soğanla da biraz qaynayacaq. Sonra kartoşkasını. Bu da olacaq. Bismillah. Bismillahirrahmanirrahim. Buz tökürəm. Gələ. Doğrayıram. Bax belə. Buzu. Aşağı tökülən soğan kimi. Doğrayıram. Şeydə qızarsın. Ciyərdə qızarsın. Bakın. Bu forma. O kadar qəşəng olur ki. Soğan ümumiyyətlə doğrayanda yeməyin içine çox yaxşı olur. Yeməklə qaynayır, dadı çıxır. Ondan sonra soğanı ümumiyyətlə bütün yeməklərdə soğanı çox vurur. Bəs. İndi ağzımı örtəcəm ki, soğan burada qovrulsun. Daha xırda-xırda doğradım. Bax belə. Görürsünüz? Bu forma. İndi bunu qızardacağım maddelini. Tökəcəm yeməyin içine. Olacaq yaxşı. Bax, kartofu da belə doğradım. Görürsünüz, atını belə qızardıram. Ağzını örtəcəm, qızarsın. Qızarlandan sonra tökəcəm ciyarın içine. Bax, indi bu ciyarda hələ yağa düşmürdü. Soğan qızaracaq ciyarın içine. Ciyarımız qaynayır. Bu da kartoşkamız. Kızarsın. Soğanımız da bundadır. Bax, görürsünüz. Qəşəng. Şimdi çəkib poşkava. Servis eləyim. Poşkava çəkmişəm. Dadına baxın. Nə güzel. Bax, bax, bax. Əla. Sağ olun. Hamınıza nuş olsun.